Uşaqlar, bugünkü mövzumuz Almaniyadır. Almaniya haqqında deməli 19-cu əsrdən başlayaraq Almaniya haqqında danışırıq. Bilirik ki, Almaniya hələ ki reformasiya dövründən bəri keçmişik ki, 30 illik müharibə nəticəsində Almaniyada 300-ə qədər dövlətdən ibarət idi və Almaniyada feodal deməli parçalanması var idi. Bu da ona gətirib çıxarmışdı ki, Almaniya əraziləri vahid halda deyildi. Müxtəlif, necə Azərbaycanda xanlıqlar idi, Almaniyada da eyni formada. Bu da iqtisadi çətinliyə gətirib çıxardı. Hər ərazinin öz deməli, ölçü, çəki sistemi, hər ərazinin öz qaydaları, hər krallığın təbii ki. Bu, Almaniyanın iqtisadi inkişafdan məhrum qoyurdu. 14-15-ci illər Viyana Konqrensi, Fransa mövzusunda keçdiyimiz konqrensin qərarlarına əsasən Almaniya İttifaqı yaradılmışdı ilk olaraq. İlk birləşdirmə yolunda bu ilk addımdır. Ardı ilə bunu deyək ki, Almaniyanı təşkil edən iki əsas böyük dövlət var idi. Yəni söz sahibi olan iki dənə dövlət var idi. Təbii ki, Rusiya və Avstriya. Bu iki dövlətin öz aralarında apardığı mübarizə Almaniyanın birləşdirilməsinə mane olurdu. Yəni iki dövlətin bir-birini qırması digər dövlətləri də birləşdirməyə mane olurdu. Amma əsas Almaniyanı birləşdirməyə çalışan hansı idi? Prusiya idi. 1834-cü ildə Prusiya Alman dövlətlərinin bir hissəsindən ibarət gömrük ittifaqını yaradır. Bu gömrük ittifaqı nə deməkdir? Həmin o Alman dövlətləri arasında gömrük ləğv olunur. Vahidləşmə yolunda bir növbəti addım kimi deyə bilərik. Vahid Alman dövlətinin yaradılması yolunda. 48-49-cu illər Almaniyada, xüsusən Prusiyada inqilab başlayır. Bu inqilabın əsas səbəbi, əsas məqsədi feodal qaydalarını ləğv etmək və Almaniyanı birləşdirmək idi. İnqilab müəyyən qədər qalib gəldi deyə bilərik, çünki feodal qaydalar ləğv edildi və Almaniyada ümumi Alman parlamenti çağırıldı və eyni zamanda Prusiyada da konstitusiya qəbul edildi. Lakin İnqilabın əsas məqsədi olan Almaniyanın vahid halda birləşdirilməsi həyata keçmədi. Ümumi Alman parlamenti də qısa müddətdə qovulur, Rusiya kralı tərəfindən, konstitusiya isə qaldırıldı. Bu dövrdə Almaniyada idarəetmə forması kral var idi, imperator var idi təbii ki. Bir də Reichskansler deyilir. Reichskansler, yəni ki, indiki baş nazir. Əsas işləri idarə edəndə, imperator qərarları verildi, baş nazir Reichskanslerdən o qərarları həyata keçirildi. Otto von Bismarck adlı şəxs Almaniyanın Reichskansleri təyin edilir. 62-ci ildən 90-cı ilə qədər olmuşdu Reichskansler. Otto von Bismarck özü, yəni ki, uşaq vaxtlarından seçilən olmuşdu. Həm məktəbdən sonra universitetdə oxuyanda öz şəxsi şücaəti sayəsində Almaniyanın Reichskansler vəzifəsinə yüksəlmişdir. Otto von Bismarckın daxili və xarici siyasətinə baxsaq, Bismarck ümumiyyətlə nəinki Avropa üçün, dünya üçün ən mühüm şəxslərdən biridir. Avropaya və o cümlədən dünya siyasətinə istiqamət verən, gəlmiş keçmiş ən əsas şəxslərdən biridir. Desəniz niyə? Daxili məsələlər bu idi ki, Almaniyanı birləşdirmək lazım idi. Almaniyanı birləşdirmək. Otto von Bismarck nə deyirdi? Məşhur ifadə var. Almaniyanı ancaq dəmir və qanla birləşdirmək olur. Yəni ki, Almaniyanı ancaq zor gücü ilə birləşdirmək olur. Xarici məsələlərdə Almaniyanı istəyir ki, Almaniyanı birləşdirsin və digər dövlətlərlə iqtisadi əlaqələr qursun. Uşaqlar, qulaq asın. 1864-cü ildə Prusiya başlayır Danimarka ilə müharibəyə. Bu müharibədə Şlezvig və Holstein əyalətlərini Almaniya ələ keçirir. Bu iki ərazini Danimarka verir. Niyə? Çünki bu ərazilərdə Almanlar da yaşayırdı ona görə. 66-cı ildə isə Almaniyanın birləşdirilməsi yolunda ən böyük mane olan Avstriya ilə müharibə aparılır. Sadova döyüşündə Avstriya məğlub edilir. Bununla da Avstriya qəbul edilir ki, Şlezvig-Holstein Almaniyanın tərkibindədir və Prusiya Almaniyanı birləşdirməyə nail olur yavaş-yavaş. Yəni Avstriya da bunu qəbul edir.
Avstriyanın məğlub edilməsi ilə 66-cı ildə Prusiya Şimali Alman İttifaqını yaradır. Bu artıq ikinci addım. Deməli, üçüncü addım hətta. 14-15-də Almaniya İttifaqı, 34-cü ildə Gömrük İttifaqı, 66-cı ildə isə Şimali Alman İttifaqı yaradılmışdır. Rusiyanın ən böyük rəqibi Avropada bu dövrdə kim idi? Fransa idi. Bunda keçdik ki, Fransa mövzusunda 70-71-ci ildə Fransa ilə müharibə, o Sedan döyüşü, Sedan fəlakəti, Frankfurt sülhü və bu müqavilə ilə Almaniya, Fransa Almaniyaya 5 milyard frank təzminat və Elzas və Lotaringiya əyalətlərini də Almaniyaya verirdi. Nəhayət, 71-ci ildə Versal sarayında Almaniya imperiya elan edilir, beləliklə Almaniya nəhayət ki, birləşdirilir. Bundan sonra Almaniyaya onu deyirik ki, 19-cu əsrin ikinci yarısında və 20-ci əsrin əvvəlində Almaniya özünə müttəfiqlər axtarırdı. Bu müttəfiqlər də kim idi? 79-cu ildə Almaniya ilə Avstriya Macaristan arasında, 82-ci ildə isə İtaliyada bu müqaviləyə qoşulur. Beləliklə, Üçlər İttifaqı yaradılmış olur. Üçlər İttifaqı Birinci Dünya müharibəsini başladan əsas ittifaqdır, əsas dövlətlərdir. Müharibəni düzdür, Avstriya Macaristan başlatmışdır. Ancaq Almaniya 20-ci əsrin əvvəlində dünyanı yenidən bölüşdürmək uğrunda öz iqtisadiyyatını inkişaf etdirirdi. Artıq 1905-ci illərdən etibarən Almaniyanın bütün sənayesi dünya müharibəsinə uyğunlaşdırılırdı. Yəni, hazırlaşırlar qısaca desən müharibəyə. 1905-ci ildə Schlieffen Almaniyada deməli, qərargah rəisi olan Schlieffen məşhur planını hazırlayır. Schlieffen planına əsasən Almaniya müharibəyə başlamalı, Fransanı və Rusiyanı qısa müddətdə tabe etməli idi. Almaniyanın sonraki məsələləri haqqında biz Birinci Dünya müharibəsindən sonra danışacağıq. Burada sizin əsas bilməli olduğunuz Almaniya İttifaqının, Gömrük İttifaqının yaradılması, Otto von Bismarck haqqında, bir də ki, Danimarka ilə, Avstriya ilə, Fransa ilə müharibələr və nəhayət Almaniya imperiyasının yaradılmasıdır. Belə.